Çox xəstələrdə mən bu sualı eşitmişəm. Uşaqlıqdan deyir, qan azlığım var. Ara sıra müalicə eləyiblər. Biraz belə yaxşı olmuşam, amma həmişə hiss edirəm ki, mənim qanım azdır və bunu mənə kənar da deyir. Doğrudan da belə hal mümkündür. Bu hansı halda mümkündür? O halda ki, qan azlığının əsas səbəbi tapılmayıb. Əsas səbəbi elə uşaq yaşlarında ikən aşkara çıxarılmadığına görə yazılan müalicə də bilirsiniz, köməkçi xarakter daşıyıb. Vitamin terapiya və yaxud da ki, hansısa bir belə preparatlardan, bəzən hətta qan preparatlarından da istifadə edilib, amma alınan nəticə az olub və müvəqqəti olub. Ona görə də belə hallarda hökmən o anemiyanın kökü araşdırılmalıdır. Bunu nə yarada bilər? Çünki xəstələrin çoxsunda belə hallarda genetik olaraq, yəni anadan gəlmə, yəni kökündə irsi xəstəlik olan anemiya olur. Və bunu bəzən həkimlər araşdırmadan xəstəyə dərman təyin edirlər, müalicə təyin edirlər və sözsüz ki, həmən müalicə qısa müddətli effekt verəcək, az effekt verəcək. Bütün belə xəstələrə tövsiyəm ondan ibarətdir ki, hökmən hematoloqa müraciət etsinlər, anemiyanın səbəbi araşdırılsın, ondan sonra tam əmin ola bilərsiniz ki, bir də o bəla ilə siz üzləşməyəcəksiniz və yaxud da yaşamayacaqsınız.